Növbəti mənzilimizi işıqlandırdıq deməli. İşimiz səviyyəli və keyfiyyətli şəkildə işıqlanmamız. Sizə burada bu vavyemlə başlayırıq. Gəldik. Bu istəyən vavyemi göstərim. Bu mətbəximiz, TV'miz, sok çəkən, ət çəkən üçün rozetkamız, bu penalın rozetkası, bu xaladenlikimiz birbaşa telini gəlir. Mebel işıqlanmasının vükulçat eli, spotlarımız, yerində səliqəli, simmetrik, kondisionerimiz. Girək yataq otağımıza. Yataq otağında lüstrümüz ayrı, spotlarımız ayrı. Deməli burada nədir vəziyyət? Lüstrü bir tərəfdən vermişəm, spotları bir tərəfdən. Domofonumuz. Pilləkən işıqlanması başlayır buradan deməli. Lüstrlə buraları vermişik vavyemə. Buradan zalımız yanıb sönür. Və zalımızın spotu və işıqlanması həm də buradan vavyemə. Bir yataq otağımız burada. Yenə də simmetriya, vavyem, hər şey öz yerində. Bir yataq otağımız da burada. Bu da yeni yatağın yanından vavyem spotlarımız. Ve işimiz. Bizim arkadan da işi ayrı. Burada bir yatak otağımız var. Bu da yine vavyem olay. Bir yatak otağımız daha bulunur. Kondisionerimiz, TV'mizin yeri, termo ve yatakların yanındaki vavyem işıqlanma. Hem rozetka hem işıqlanma. Evimiz maşallah olsun. Sadə və gözəl şəkildə təmin olunur. Xeyirli olsun, olmayan gəlsin, xeyir versin, olmayanlara qismət edəsin.